Əziz və hörmətli qardaşlar, ilk öncə uca Rəbbimiz Allah Subhanahu wa Taala həmsənələr olsun. Allah Taala bizi müvəffəq eləyir. Özün məclisində iştirak etməyə, dinimizi öyrənməyə, cahilliyi üzərimizdən qaldırmağa, mələkləri ilə bir məclisdə olmağa, həmçinin salihlərin məclisində olmağa. Əziz qardaşlar, bunların hamısı dünyada müsəlmana verilən nemətlər içərisində ən dəyərlisidir, ən hörmətlisi, ən ucasıdır. Həmçinin buna müvəffəq olmaq. Neçə müsəlmanlar vardır ki, bu nemətdən, bu fəzilətdən məhrumdurlar. Bu xeyri əllərinə veriblər. Hansı ki, dinlərini öyrənməkdə qafildirlər. Dinləri öyrənməkdə səhlənkardırlar. Halbuki bu elm, bunu öyrənmək hər bir müsəlmana vacibdir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, elm tələb etmək hər bir müsəlmana fərzdir. Yəni, hər bir qadın, kişi, böyük, kiçik, hər bir müsəlman dinindən zəruri olan şeyləri öyrənməlidir. Zəruri olan şeylər nədir? Əqidə, təvhid, iman məsələsi və həmçinin də gündəlik yerinə yetirəcək ibadətlərin fikhini, halal haramı. Hər bir müsəlman bunu öyrənməlidir. Öyrənməlidir və bunu da dəlilləri ilə öyrənməlidir. Necə ki, biz dəfələrcə deyirik ki, elmin tərifində, elmin mənasında deyirik ki, elm odur ki, Allahı öyrənib tanımaq, elm. Həqiqi hansı ki, insana cənnətə götürən, dünya və axirətdə insanı xoşbəxt eləyən, vacib olan, qarşılığında cənnət vəd olunan, günahların bağışlanmasına səbəb olan, fəzilət təyin olunan elm odur ki, Allahı öyrənib tanıyasan. Bax, budur. İkincisi, Peyğəmbərimiz sallallahu aleyhi ve selləmi, Muhammed sallallahu aleyhi ve selləmi öyrənib tanımaq. Üçüncüsü də İslam dinini dəlilləri ilə öyrənməkdir. Budur insanı bu dünyada xoşbəxt eləyən, həmçinin də axirətdə xoşbəxt eləyən. Bu üç. İnsanı cənnətə aparan, cənnətə gedən yolunu asanlaşdıran. Hər bir müsəlman bunu öyrənməlidir. Rəbbi barəsində cahil qalmamalıdır. İnsan Allah barəsində cahil qalanda imanında, tohidində, ixlasında, təqvasında problemlərlə yaşayır. Həmçinin Peyğəmbərimiz sallallahu aleyhi ve selləmin öyrənməyəndə, hansı ki, şəhadətin ikinci hissəsi ki var, Muhammed Rasulullahın tələblərindən birisi də odur ki, sən şəhadət verirsən ki, Muhammed sallallahu aleyhi ve sellem onun qulu və elçisidir. Və sən bunu öyrənməlisən. Halbuki hamımız etiqad edirik və hamımız öz nəfsimizdən, öz canımızdan, malımızdan, övladlarımızdan, valideynlərimizdən də Muhammed sallallahu aleyhi ve selləmi daha çox sevirik. Belə olduğu təqdirdə biz onu daha yaxşı öyrənməliyik. İtaətimiz, sevgimiz, bağlılığımız daha çox olsun. Və onun yolundan sapmayaq və onun yolunda bidətlərə düşməyək. İslam dinində insan dəlilləri ilə öyrənməlidir. Rəy üzərində, təqlid üzərində, kör-körənə dinini yaşamamalıdır. Dinini hər bir müsəlman bəsirət üzərində, elm üzərində yaşamalıdır. Hətta həm dünyada, həmçinin də axirətdə xoşbəxt olsun deyə, bədbəxtçilik olmasın deyə. İnsan dinini dəlilsiz yox, dəlilləri ilə öyrənməlidir. Bax, elm budur. Dəlillə öyrənilənə elm deyilir. Hansı ki, mənbəsi, qaynağı Quran və sünnədir. Əziz qardaşlar, biz Əl-Əməl-ü Salih kitabını götürürük, Salih Əməl kitabını, hansı ki, bu kitabda Peyğəmbərimizin sallallahu aleyhi ve selləmin hədisləridir. Kitabda salih əməllərə bizi yönəldən, salih əməlləri bizə bildirən, bunu bizə rəğbətləndirən, həvəsləndirən Peyğəmbərimizin sallallahu aleyhi ve selləmi bu barədə gələn hədislər toplusudur. Bugünkü mövzuda müəllif deyir ki, Əvqatun nəhyi ən salatin nafilə. Nafilə namazı qadağan olunan vaxtları, nafilə namazın qılmağının qadağan olunan vaxtları barəsindədir. Deməli, əziz qardaşlar, görsün müəllif burada dedi ki, nafilə namazı. Deməli, fərz namazının qadağan olunan vaxtı yoxdur. Fərz namazının ümumiyyətcə girib və çıxma vaxtı var. Həmən vaxt arasında müsəlman namazını qılmalıdır. Namazın da, fərz namazında ən fəzilətli qılma vaxtı ilk girən qılınan vaxtıdır. Yəni, orta vaxtda, axır vaxtda qıla bilər. Amma ondan sonra qılınarsa da artıq insan qəsdən, necə ki, biz keçən dərsdə dedik ki, yuxuda səhlənkarlıq, yuxuda təfrit yoxdur.
Təfrit nədir? Səhlənkarlıq nədir? Oyaq qalandadır. İnsan oyaqdır, namazın vaxtı keçir, namazın vaxtını keçirdi, sonra qılır. Yəni günah bundadır. Səhlənkarlıq, yuxuda isə səhlənkarlıq yoxdur. Çünki insan yatıb da, yəni öz xəbəri yoxdur. Xəbəri yoxdur. Amma yenə də dedik ki, bunu da belə də olmaz. İnsan səbəbləri tutub, yəni yuxu onda yatıb qalmamalıdır ki, bu özünə bəhanə gətirməməlidir ki, yuxuda səhlənkarlıq yoxdur, elə heç bir səbəbdən tutmayım, budilniki qurmayım və yaxud da digər lazım olan səbəbləri tərk edeyim, yatım nə vaxt duraram, onda qılaram. Bu da olmaz, düzgün deyil. Deməli, əziz qardaşlar, nafilə namazları, bəzi vaxtlar var ki, o nafilə namazları qılmaq sünnədə qadağası gəlir. Peyğəmbərimiz sallallahu aleyhi ve selləm həmən vaxtları namaz qılmağı qadağan eləyibdir. Qadağan eləyibdir. Bu ümumən 5 vaxtdır, xüsusən isə 3 vaxtdır. 3 vaxtdır. Ümumi hansıdır, xüsusi hansıdır? Yəni o 5-in içindədir. Xüsusi odur ki, gün çıxan vaxtı, gün batan vaxtı, bir də günorta, gün zenitdə duran vaxtı. Yəni zöhr namazına 10-15 dəqiqə qalmış. Bu xüsusi vaxtlardır. Bircə dənə günorta vaxtı, günə zenitdə duran vaxtı, cümə günü, günorta vaxtına bu aid edilmir, şamil edilmir. Yəni səhər axşam yerində durur. Bircə dənə günorta vaxtı ki var, həmən vaxtı insan, yəni ki, namaz qıla bilər. Çünki cümə günü günorta qılınan namazın adı zöhr namazı deyil, cümə namazıdır. Bu xüsusi vaxtı. O yerində qalan ikisi isə sübh namazından sonra, yəni namazın özünü qılandan sonra vaxtı çıxana kimi. Bir də əsr namazını qılandan sonra vaxtı çıxana kimi. Yəni məğrib namazın vaxtı girənə kimi. Yəni məsələn sən sübh namazını girəndən 10 dəqiqə sonra qıldın. Bundan düz nədir? Namazın vaxtı çıxana kimi. Və yaxud da ola bilsin 10 dəqiqə sonra yox, yarım saat və yaxud da 1 saat sonra qıldın. Bundan sonra artıq namaz qılmaq, nafilə namazı qılmaq nədir? İcazəli deyil. Amma bəzi istisnalar var ki, səbəbli namaz varsa, əziz qardaşlar, namazı qılmaq olar. Səbəbli namaz varsa. Onlardan səhər vaxtı ki qılınır, sübh namazının sünnəsi. Ötürdün. Deyək ki, insan gəlirdi cəmaat namazını qılmağa, gəldi, gördü ki, artıq cəmaat namazı başlayıbdır. Fərz namazı qılınan yerdə durub bu insan nafiləni və ya da sübh namazının sünnəsini qılas deyil ki. Onda insan nə eləyir? Birinci fərzi qılır, sonra isə sübh namazından sonra deyək, namaz gün çıxana kimi namaz qılmaq olmaz. Amma sübh namazının sünnəsini qıla bilər insan. Sübh namazının sünnəsini qıla bilər. Amma ən yaxşı, əfsəl olanı odur ki, vaxtı çıxandan sonra qılsın. Əfsəl olanı budur. Amma insan həmən vaxtı qılmaq istəmirsə də icazəlidir. İcazəlidir ki, sübh namazından sonra bu namazı, ötürdüyü nafilə namazını qılsın. Biz ümumiyyətcə nafilə namazların vaxtından sonra, yəni öz vaxtından sonra başqa vaxtda qılınmasının, növbəti namazın vaxtında qılınmasının, belə bir söz desək, qəzasının qılmasının fikri barəsində keçmişik sizə. Bunun qaydalarını keçmişik. Hansı hallarda qılmaq olar, hansı halda qılmaq olmaz. Yəni ki, bu səbəb də, bu nafilə qadağan olunan vaxtda, nəhy olunan vaxtda sübh namazının sünnəsini qılmaq olar. Çünki bu səbəbli namazdır. Bundan əvvəl də həmçinin buna dəlil var. Çünki Peyğəmbər sallallahu aleyhi ve selləm bir dəfə cəmaat namazını qıldıranda, sübh namazını qılıb qutarandan sonra görür sahabələrdən bir nəfər nafilə namazı qılar. Yəni 2 rükət namaz qılar. Namazı qılıb qutarandan sonra deyir ki, sən bilmirsənmi ki, sübh namazından sonra namaz yoxdur. O deyir ki, Allah Rasulü, mən sübh namazının sünnəsinə çatmadım, yəni qılmadım da, onu qıla bilmədim. Cəmaat namazına gəldim, qoşum. Onda Peyğəmbərimiz sallallahu aleyhi ve selləm susur, heç nə demir. Bunun susması da biz hədisin tərifində götürmüşdük ki, bu özü nə deməkdir? Hədis deməkdir və susması özü icazəli olmağına dəlalət edir. Başqa bir hədisində isə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem nə buyurur? Kim sübh namazının sünnəsini qılmazsa, qoy gün çıxandan sonra qılsın. Ona görə bu hədisə görə alimlər deyiblər ki, gün çıxandan sonra qılmaq, çünki Peyğəmbər sallallahu aleyhi ve sellem sözünə görə daha əfsəldir. O birisi isə susmasına görə də icazəlidir. Yəni bu səbəbdir ki, əziz qardaşlar, səbəb olduğuna görə həm hədis var deyə, həmçində belə ümumən ratibə sünnət olduğuna görə, vaxtında qılınmadığına görə insan bunu qadağan olunan vaxtı da eləyə bilər, qıla bilər. Amma yəni ki, bu yüngül qadağada qıla bilər. Hansı ki, dedi ki, bu 5 qadağadan 3'ü şiddətlidir, 2'si yüngüldür. Yüngül hansıdır, əziz qardaşlar? Yüngül olanı sübh namazından sonra gün çıxana kimi, bir də
əsr namazından sonra gün batana kimi. Bunlar yüngüldür. Amma daha ağır olanı, şiddətli olanı odur ki, gün çıxan əsnada və yaxud da nədir, gün tam zenitdə duran əsnada, bir də gün batan əsnada. Yəni ki, günəşin bir tərəfi üfüqdən qövsü ki, yoxdur günəşin o yumru hissə, o bir tərəfi artıq ki, batmağa doğru gedir ki, var ya, o həmən oradan tam batana müddətə qədər. Yəni o da ola bilsin 10-15 dəqiqə çəkir. Yəni də ehtiyat üçün elm əhli deyirlər, yəni 10 və yaxud 15 dəqiqə deyirlər. Yəni o həmən o vaxtdır ki, artıq o günəş bir tərəfini başlayır ki, batmağa doğru və yaxud da bir tərəfi ki, görürsən ki, səhər, sübh vaxtı, bir tərəfi ki, baş tərəfi ki, çıxır, həmən vaxtdan tam çıxana kimi gözləyirsən. Bu daha nədir? Ağır olanıdır. Daha ağır olanıdır ki, bunda insan neynəmir? Bunu qılmır. Başqa dəqiq qardaşlar, alimlər icazəli görən odur ki, deyirlər ki, məscidə girərkən, məsələ ixtilaflı olsa da, yəni ki, əksər elm əhli bunu icazəli görür. Həmçində dəstəmaz namazı. Dəstəmaz haqqı bizdə deyirlər, yəni ki, dəstəmaz alandan sonra biz bu barədə keçmişik bunun fəziləti barəsində. 2 rükət namaz qılmaq. 2 rükət namaz qılmaq. Bu da, yəni ki, qadağan vaxtlarda nədir? İcazədir. Hətta alimlər deyirlər ki, bu o ağır, şiddətli qadağa vaxtında da qılmaq icazəlidir. İcazəlidir. O da hansı ki, o Bilal radiyallahu anhudan gələn hədis ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, cənnətdə sənin qarşında ayaq səslərini eşitdim. O deyir ki, hansı əməlinə görə? Deyir ki, ola bilsin ki, Allah Rəsulu hər dəst namazdan sonra mən 2 rükət namaz qılmağı heç vaxtı tərk eləmirəm, ötürmürəm. Alimlər deyirlər ki, bunu şəxsən Şeyx Süleyman Ruhelidən eşitmişəm. Alimlər deyirlər ki, Peyğəmbər sallallahu əleyhi və səlləm əgər bunda bir problem olsaydı, yəni o həmin o vaxtları, Peyğəmbər sallallahu əleyhi və səlləm dərhal onu nə edərdi? Qadağan edərdi. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləmə vacibdir ki, yəni həmin çünki bu deyir ki, mən nə vaxt dəst namaz allamsa da 2 rükət namazı ötürmürəm. Çünki bu belə deyirsə də Allah Rəsulu o qadağan vaxtları bilir axı. İnsan, yəni başqa insan qafil ola bilər, unuda bilər, ümumiyyətcə ondan xəbəri olmaya da bilər. Amma Peyğəmbərimiz sallallahu əleyhi və səlləm şəriət onu gəlib də o insanlara təbliğ eləyir onu. Əgər bunda bir problem olsaydı, dərhal Peyğəmbərimiz sallallahu əleyhi və səlləm ona bildirərdi və bildirmədiyində onu göstərir ki, bu əməlin caiz olmasını. Keçək hədisə əziz qardaşlar. Deməli, müəllif 142-ci rəvayətdə deyir ki, İbn Ömər radiyallahu anhuma rəvayət edir ki, Allah Rəsulu sallallahu əleyhi və səlləm belə buyurmuşdur. Sizdən biri günəş çıxarkən və günəş batarkən namaz qılmasın. Çünki həmən vaxtı günəş şeytanın buynuzun arasından doğur deyir. Fəinnəhə tətra'u biqarni şeytan. Şeytanın iki buynuzun arasından doğur. Yəni həmən vaxtı elə bir şeytan gəlir, elə bir ki, günəşə səzdə eləyir. Yəni günəş səzdə eləyəndə də başını yerə qoyanda elə bir ki, o günəş də onun nədir? Buynuzların arasından doğur və günəşə səzdə eləyən ki, o tayfa ki var, yəni ki, o qisim qövm ki var ki, o günəşə aya səzdə eləyənlər, həmən vaxtı onlar elə bir ki, öz ilahlarına və yaxud da şeytana ibadət etmək üçün günəş çıxanda və günəş batanda gəlib günəşə səzdə eləyirdilər. Yəni çünki nə edir o? Günəşi özünə nə götürür? İlah. İlah götürdüyünə görə günəş hansı ki batanda gəlir o alnı yerə qoyur, ona səzdə eləyir. Və yaxud da günəş çıxanda. Yəni deyir ki, o yerə yaxındır, o indi doğacaq və yaxud da indi batacaq deyə gəlir o həmən vaxtı alnı yerə qoyur və səzdə eləyir, günəşə səzdə eləyir. Yəni ki, ona olan o ibadətini və yaxud da itaətini bildirir. O qövmdən olan müşrik olan bir tayfa. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm də qadağan eləyib ki, onların əməlinə oxşar bir əməl etməyi, qadağan eləyib. Bu hədisə əziz qardaşlar Buxari və Müslim rivayət edib, hədisdə səhihdir. Yəni ki, həmən vaxtı insan namaz qılmasın. İndi bacarsa çalışsın, ümumiyyətcə, yəni ki, ehtiyat üçün, hətta bir qism alimlər deyirlər, ehtiyat üçün ümumiyyətcə məscidə gəlsədir belə, yəni ki, həmən vaxtı məscid namazını da biraz gecikdirib təxirə sala bilsə, daha yaxşı olar. Hətta dəstəmaz namazını da. Caiz görsələr də o hədislərə görə, ümumi hədislərə görə, çünki deyirlər ki, o hədislər fəzilət hədisləridir, müstəhəb hədislər, amma bu nədir? Qadağadır. Qadağan olduğuna görə, bu qadağa ilə o müstəhəbi qarşıladığına görə, qarşısına keçdiyinə görə bir qism alimlər deyirlər ki, bu vaxtı ümumiyyətcə heç bir namaz qılınmaz. Heç bir namaz, hətta fərz namazını belə həmən vaxtı qılmağı caiz görməyən alimlər var. Onda oturub gözləyək, yoxsa ayaqüstə gözləyək? Yox, ayaqüstə. Məsciddəsənsə də, yəni nə eləyirsən,
gözləyirsən. Yəni evdəsənsə də dəstəmaz alıbsansa da oturub gözləyirsən. Yəni evdə məcbur deyilsən ki, sən yəni ki, məscid namazı yoxdur evdə. Məscid namazı harda qılınır? Məscidə girərkən. Allahın evinə girən insan Allahın evində namazla oturmaq istəyirsə də namazla oturmalıdır. Bu da Allahın evinə olan ehtiramdandır, hörmətdən dolayıdır ki, Allahın evinə ona namaz qılaraq oturur. Növbəti 143-cü rivayətdə İbn Ömər radiyallahu anh rivayət edir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Günəşin tərəfi, yəni ki, o yumru hissəsi ki, yoxdur, o çıxan zaman namazı gecikdirin, hətta tam çıxana kimi, qalxana kimi və günəşin bir tərəfi batana kimi namazı tam günəş batana, günəş itənə kimi gecikdirin deyir. Hədisi yenə Buxari və Müslim rivayət etmişdir, hədis səhihdir. Növbəti fəsildə əziz qardaşlar, müəllif deyir ki, fadlu intizari salə, namazı gözləməyin fəziləti. 144-cü rivayətdə Abdullah ibn Amr radiyallahu anhuma rivayət edir ki, biz Allah Resulü sallallahu aleyhi və səlləmlə birgə məğrib namazını qıldıq. Qaydan qayıtdı, yəni ki, namazı qılandan sonra oradan ayrılıb qaydan getdi. Və deyir ki, qalan da qaldı deyir orada. Və deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm tələsik, tənginəfəs olaraq gəldi. Yəni qaçaraq tələsik gəldi və bu zamanda elə bir ki, onun yəni o hərəkətindən elə bir ki, dizləri açılmışdı. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm geyinəndə balağı çox gödək olardı. Çox gödək olardı. Ən əsəl olanı odur ki, topuqla dizin arasında olanıdır. Topuqla dizin arasında. Ən aşağı hədd isə topuqdur. Topuğun üstündə dura bilər, amma topuqdan aşağı keçməsi isə qadağan olubdur, haramdır. Haramdır. Hətta yəni ki, hədisdən olan çıxan qaydaya görə böyük günahdır. Böyük günahdır. Və Peyğəmbər sallallahu əleyhi və səlləm bu zaman gələndə bu deyir ki, müjdələnin, deyir ki, sizin Rəbbiniz səmadan bir qapı açmışdır. Mələkləri yanında sizin yəni bu əməlinizə görə öyünür və deyir ki, baxın, bunlar mənim qullarımdır, fərz namazını qıldılar, qurtardılar, indi isə onlar növbəti namazı gözləyirlər. Bu da, əziz qardaşlar, bu fəslin ünvanına uyğun olaraq nədir bu hədisin bu hissəsi? Növbəti namazı gözləməyin fəziləti. 145-ci rivayətdə, əziz qardaşlar, Əbu Hüreyrə radiyallahu anh rivayət edir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Bir namazdan sonra növbəti namazı gözləmək, atına minib, üzəngisindən tutub, ona sıxılaraq Allah yolunda hücum eləyənin misalı kimidir. Hədisi, əziz qardaşlar, İmam Əhməd Müsnədində rivayət edib, hədis həsəndir. Sonra, əziz qardaşlar, Uqba ibn Amir radiyallahu anhu rivayət edir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurmuşdu. Namaz üçün oturan, yəni bir növbəti namazı gözləmək, və yaxud ümumiyyətcə sən tez gəlibsən, namazı gözləyirsən. O ibadətdəşi kimidir. O evindən çıxıb, məscidə namaza gəlib və evinə qaydana kimi namaz qılanlardan sayılar. Deməli, bu hədisi İbn Hibban rivayət edibdir öz səhih kitabında. Şeyx Albani də, Şuayb Arnavut da hədisə səhih demişdi. 147-ci rivayətdə müəllif deyir ki, an Əbi Hüreyrə radiyallahu anhu ənə Rasulullah sallallahu aleyhi və səlləm qal, ələ uxbirukum bimə yamhullahu bihi əl-xataya və yərfa'u bihi d-dərəcət isbəğul vudu aləl-məkarih və kəthratul xuta iləl məsəcid və intizaru salati ba'də salə fəzəlikumur ribat, fəzəlikumur ribat. Əbu Hüreyrə radiyallahu anh rivayət edir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Bu hədisi biz bir neçə dəfə keçmişik və məşhur bilinən hədislərdəndir. Peyğəmbər Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, sizə Allah nə ilə günahları sildiyi barəsində xəbər verinmi? Deyir ki, və dərəcələrin qalxması barəsində. Buyurur ki, çətinliklərə rəğmən dəstəmazı mükəmməl almaq. Yəni, soyuq vaxtı, insan xəstə deyil, soyuq vaxtı dəstəmazını mükəmməl, kamil, gözəl formada, yəni ki, 3 dəfə yuyaraq əzaları o formada dəstəmazını alması. Bu bir. İkincisi, məscidlərə doğru çoxlu adım atmaq. Üçüncüsü də namazdan sonra namazı gözləmək. Ağır da insan namazdan sonra oturur namazı gözləyir. Amma indi insanlar nədir? Elə namazını qılar-qılmaz götürür, sosial şəbəkələrdədir. Günümüzün bəlası TikTokdadır. Görürsən TikTokdadır. Yəni ki, Muhammed ümməti əvvəl gecə namazında ağlayardılar. Gecə namazında uzun-uzadı qiyam eləyərdilər. Qunut eləyərdilər, namaz qılardılar. İndiki isə insanlar TikTokda tıklar. Yəni budur, yəni işi budur. Yəni təəssüflər olsun ki, bu günümüzün ən azınacaqlı, yəni ki, bəla müsibətlərinin, fitnələrindən birisidir.
Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm sözünü tamamlamır bundan. Deyir ki, bu 3 dəfə təkrarlayaq. Deyir ki, keşiyində durulası əməllərdir. Bundan kifayətlənək. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi eşidib faydalanardan etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi öz dinində fəqihlərdən, dərin bilgi sahiblərindən etsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizi elmə olan həvəsimizi, himməmizi bundan sonra da artırsın. Bizi müvəffəq eləsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizim bütün günahlarımızı bağışlasın, bizə əfv etsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizi daim harada olduqsa olaq qorusun, hifz etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi burada yığıb cəm etdiyi kimi uca cənnətdə sevimli Peyğəmbər Muhammed sallallahu əleyhi və səlləm yanında bizi yığıb cəm eləsin, toplasın. Daha doğrusunu Allah bilir və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və ashabihi ecmaîn. Subhanakallahumma bihamdik, əşhadu an la ilahe illa ent, əstəğfiruka və ətubu ileyh.